Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib. Digər adı ilə desək, Hekayət Yusif Şah povesti olacaq. Bilirik ki, bu əsər iki adlı əsərlərdəndir. Yəni əsərimizin iki adı var. Ümumiyyətlə bu videoda nə ilə tanış olacaq? Əsərin təhlili ilə. Təhlilini artıq tam başa düşdükdən sonra əsərdə bizə qaranlıq məqam qalmayacaq. Əsərin əvvəlində də göstərilir ki, hadisələr baharın əvvəlində belə başlayır əsərimiz. Baharın əvvəli idi, Novruzdan 3 gün keçmişdi. Şah Abbas günortadan 3 saat keçmiş. Qəsrdə öz arvadı Səlma xatunla oturub söhbətə məşğul idi ki, Xacəbaşı Xacə Mübarək içəri girib baş əyərək ərz elədi. Əsərimiz bu formada başlayır. Baxın, gördüyümüz kimi əsərimiz, yəni hadisələr baharın əvvəlində. Deməli, hansı fəsl idi? Bahar fəsli, yaz fəsli. Novruzdan 3 gün keçmiş baş verirdi. Hansı bayramdan söhbət gedir? Bayramdan deməyək də, yəni Novruz bayramdan 3 gün keçmiş. Bayram məsələsi yoxdur burada. Sadəcə Novruzun adı çəkilir ki, Novruzdan 3 gün keçmiş hadisələr baş verir. Şah Abbas arvadı Səlma xanımla günortadan, baxın, 3 saat keçmiş qəsrdə oturmuşdu. Əsər Novruzdan 3 gün keçmiş baş verirdi. Hadisələr isə günortadan 3 gün keçmiş. Şah Abbasın qəsrində, belə deyək də, sarayında öz həyat yoldaşı Səlma xatunla söhbət zamanı baş verirdi. Burada görürük ki, Səlma adını biz bir də Hüseyn Cavidin ana piyesində də görürük ki, orada da Səlma adlı, eyni adlı qəhrəman var yəni. Daha sonra Münəccimbaşı Mirzə Sədrəddin xəbər gətirir. Onun gəldiyini isə, yəni Münəccimbaşının gəldiyini isə bizə Xacə Mübarək deyir. Yəni Xacə Mübarək gəlir, baş əyir və deyir ki, Münəccimbaşı Mirzə Sədrəddin hüzura gəlmək istəyir. Bəs Mirzə Sədrəddin nə deyir? Baxın, bu dırnaq içində olan onun nitqidir. Kəvakib seyrindən belə məlum olur ki, Novruzdan 15 gün keçmiş, Mərixin əqrəblə toqquşması nəticəsində İran mülkündə bir səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Bu iki ulduzun adı Monsieur Jordan əsərində də keçir. Hadisə başlamazdan əvvəl xəbər verməyi özümə borc bildim. Baxın, bu xəbəri Münəccimbaşı Mirzə Sədrəddin gətirir. Münəccimbaşı Mirzə Sədrəddinin gəldiyini isə Xacəbaşı Xacə Mübarək xəbər verir. Münəccimbaşı nə deyir? Münəccimbaşı deyir ki, Novruzdan 15 gün keçmiş. Burada hadisələr hələ nə vaxt idi? Novruzdan 3 gün keçmişdi. Bu hadisələr isə baş verəcəkdi Novruzdan 15 gün keçmiş bir vaxtda. Novruzdan 15 gün keçmiş, ulduzlar toqquşacaq və İran mülkündə həmin vaxt kimin şahlıq idi? Şah Abbasın. Deməli, bu sədəmə, bu belə deyək də bəla Şah Abbasın başında çartlayacaqdı bu formada deyək. Münəccimbaşı bu xəbəri bildirir. Bu xəbəri bildirən vaxtda Yusif Şahın, daha doğrusu Şah Abbasın 22 yaşı var idi. Şah Abbas 22 yaşındaydı, hələ 7 il idi taxtdaydı. Yəni görünür ki, onun hələ çox cavan vaxtı idi. Və əsərdə də qeyd olunur ki, bu yaşda həyat şirin və əziz olur. Ona görə də Şah bu xəbərdən qorxuya düşür və rəngi qaçır. Münəccimbaşı gedəndən sonra yarım saat fikrə gedir. Baxın, bu hissə çox önəmlidir. Nəyə görə? Çünki testlərdə də düşür ki, Münəccimbaşı gedən kimi dərhal Xacə Mübarəki hüzuruna çağırır, əyanları ətrafına toplayır. Xeyr. Baxın, yarım saat sonra. Yarım saat hələ fikrə gedir bu. Yarım saat fikrə gedir və Xacə Mübarəki hüzuruna çağırır ki, Mirzə Möhsün, baxın bu hissə. Mirzə Möhsünü və Sərdar Zaman xanı, Müstəfi Mirzə Yəhyanı və Mollabaşı Axund Səmədi onun hüzuruna dəvət eləsin. Həmin bu adı çəkilənlər əyanlar idi. Yəni Yusif Şahın əyanları idi, belə deyək. Vəziri, vəkili, öz saray işçiləri idi. Gələn vəzirlərə Şah Münəccimbaşı danışdığı əhvalatı nəql edir. Nəyi ki, Münəccimbaşı dediyi, Novruzdan 15 gün keçmiş, filan hadisələr olacaq, sədəmə baş verəcək və s. Bu hadisələr olduğu kimi Şah Abbas öz əyanlarına danışır. Və baxın, bu hissədə çox önəmlidir ki, bir dəqiqəlik sükutdan sonra, baxın, testə belə düşə bilər ki, Yusif Şah deyirəm, yəni Şah Abbas sözünü bitirdi, dərhal sözə ilk Mirzə Möhsün başladı. Xeyr. Baxın, burada da qeyd olunub ki, bir dəqiqəlik sükutdan sonra bu hissələr testlərdə düşə biləcək məqamlardır. Bu bir dəqiqəlik sükutdur, daha sonra yarım saat sonra və yaxud da filan vaxt sonra. Ona görə bu hissələrə fikir verək. Deməli, Şah Abbas fikrini bitirdi, bir dəqiqəlik sükut oldu, bir dəqiqəlik sükutdan sonra sözə ilk kim başladı? Sözə ilk Mirzə Möhsün başlayır. Həmin o Mirzə Möhsün kim idi? Vəzir idi. Burada göstərilir ki, məclisdəkilərin hamısı heyrət içində qaldı. Bir dəqiqəlik sükutdan sonra vəzir Mirzə Möhsün. Deməli, Mirzə Möhsün kim idi? Vəzir idi. İlk sözə başlayan kim oldu? Mirzə Möhsün. Yəni, vəzir Mirzə Möhsün. Şahın atasının padşahlıq dövründə xəzinənin necə boşalmasından, özünün necə tədbir tökməsindən danışır. Baxın, bu hissə onun tədbiri idi. Mirzə Möhsünün. Deyir ki, şah qapısının nökərlərindən hər kəs bir vəzifəyə mənsub olsa, bunu Mirzə Möhsün şahın atasının dövründə eləmişdi. Tutduğu vəzifəyə görə müəyyən miqdarda pul bəxşiş olaraq xəzinəyə versin. Nə zaman ki, Qiblə-i Aləm bir əmrin evini öz gəlişi ilə mübarək etsə, ev sahibi onun ayağının altına qumaş parçalar salsın, bir qədər pul bağışlasın. Bu, vəzir Mirzə Möhsünün o vaxtı elədiyi tədbir idi. Aydındır? Deyir ki, əlbəttə ki, şahın xatirindədir ki, böyük və hörmətli atanızın padşahlıq vaxtlarında bir para ağıldan kəm şəxslərin vəzirlik vəzifəsinə başlama səbəbindən dövlətin xəzinəsi nə qədər boşalmışdı. Bu əhvalatdan xəbərdar olduqda mən tədbirə başladım. Bu hissədə onun tədbiridir. Yəni, Yusif Şah Abbasın atasının dövründə xəzinə boşalmışdı və
vəzir Mirzə Möhsün bu hadisələri, bu tədbirləri yerinə yetirib. Yəni bunu Mirzə Möhsün əslində bu yəni yaxşı bir şey deyil, amma o bunu fəxr olunası bir şey kimi danışır və deyir ki, bu növ tədbirlər vasitəsilə Mirzə Möhsün özü öz haqqında deyir. Dövlət xəzinəsini doldurmağa müvəffəq olmuşdu. O, vəzirlik vəzifəsində təcrübəsiz olmasa da, ulduzlara qarşı tədbirdə aciz olduğunu bildirir. Yəni Mirzə Möhsün deyir ki, mən əslində vəzirlikdə çox yaxşıyam, amma ulduzlara qarşı acizəm. İkinci söhbətə başlayan, yəni Mirzə Möhsün fikrini dedi, bitirdi, mən acizəm, özünü aciz də adlandırdı. Yəni nədə acizdir? Ulduzların qabağında aciz da, vəzirlikdə özünü heç də aciz görmür. Əksinə vəzirlikdə elədiyini belə deyək də, özünə belə fəxr olunası bir şey kimi bilir. Daha sonra gəlir Sərdar Zamanxanın nitqi. Sərdar Zamanxan kim idi? Özünü sədaqətli nökər adlandıran. O deyir, mən sarayın qoca itiyəm. Deyir, bu sədaqətli nökəriniz. Daha sonra saqqalımın tükünü ali və yüksək dövlətimizin xidmətinə sədaqət və hünərlə ağartmışam. Bunu Sərdar Zamanxan deyirdi. Məsələn, göstərir ki, 10 il bundan qabaq Osmanlı tayfası Bəkir Paşa Dəmirçioğlunun sərkərdəliyi altında 70 min nəfərə yaxın qoşunla İran torpağına hücum etməyə qəti qərar vermişdi. Baxın, bu hissələrdə də var o. Amma nəyi bildirir? Gəlin onun gördüyü tədbirlərə baxaq. Deyir ki, belə ki, burada da Şah Abbasın atası o zaman qoşun sərdarlığını Sərdar Zamanxana tapşırır. Deməli, buradan hansı nəticəyə gəlir? Sərdar Zamanxan da Şah Abbasın atasının dövründən hələ sarayda xidmət edən, belə deyək də, əyanlardan biri idi. Və burada Sərdar Zamanxan nə eləyir? Hansı tədbirlər görür? Azərbaycan mülkündə bütün kəndlərin əkin yerlərini xarab etsinlər, mal-qaranı qovub gətirsinlər, körpüləri dağıtsınlar, yolları pozsunlar. Niyə belə eləyir? Çünki güya belə eləyəndə qarşı tərəfin qoşunu irəli gələ bilməyəcək, onlar əlacsız qalacaq, artıq geri çəkiləcəklər. Burada da onu göstərir ki, bu tədbir sayəsində Bəkir Paşa özü ilə topxana gətirməyə qadir olmur. Yəni silah-sursat gətirə bilmir. Ancaq atlı və piyadası ilə Təbrizə varid olur. Əlinə nə taxıl dənəsi, nə malqara düşür. Daha doğrusu əlinə nə taxıl dənəsi, nə malqara düşür. Yəni heç biri olmur. Əlacsız qalıb 3 gündən sonra, yəni Bəkir Paşa əlacsız qalıb 3 gündən sonra ac və pərakəndə şəkildə geri çəkilir. Nəticədə İran mülkü yad tayfaların hücumundan salamat qalır. Deməli, Sərdar Zamanxan da bu əslində avam, bu mənasız hərəkətini çox yaxşı bir şeymiş kimi israrla deyir ki, yəni mən bunları eləmişəm. Tədbir hökmdarın o qədər xoşuna gəlir ki, yəni Şah Abbasın atasından söhbət gedir ha. Və onların bərpasını bir daha məsləhət bilmir. Çünki nələr eləmişdi? Azərbaycan mülkündə, baxın bu hissə. Bütün kəndlərin əkin yerlərini xarab eləmişlər, mal-qaranı qovub gətirmişlər və körpüləri dağıtsınlar. Bundan da Bəkir Paşa çıxır gedir, 3 gün qalır, görür ki, daha yemək yeyə bilmir, acdır, topxana gətirməyib, artıq onun qalmağının bir mənası yoxdur, çıxır gedir. Və bu tədbir də Şah Abbasın atasının o qədər xoşuna gəlir ki, bir daha bunları belə deyək də bərpa eləmir. Bunun da işi bundan ibarət olur. Və Sərdar Zamanxan burada da deyir ki, belə işləri tədbir tökməkdə təcrübəli olduğunu bildirən sarayın qoca iti, deməli sarayın qoca iti kimi idi? Sərdar Zamanxan. Və Sərdar Zamanxan da ulduzların qarşısında aciz olduğunu deyir. Daha sonra, baxın bu hissə də çox önəmlidir, bu hissəni də qeyd eləyək. Onun nitqindən sonra şahın qorxusu daha da şiddətlənir. Yəni Sərdar Zamanxanın nitqindən sonra şahın qorxusu daha da şiddətlənir. Daha sonra üçüncü olaraq Müstəfi Mirzə Yəhya nitqinə başlayır. Müstəfi Mirzə Yəhya nə deyir? Qoşunun və ali dərəcəli qulluqçuların məvacibinin Qiblə-i aləmin fərmanına və onun imzasına əsasən vilayətlərin mədaxilindən verildiyini qeyd edir. Deməli, Müstəfi Mirzə Yəhya kim idi? Belə deyək də, Maliyyə naziri. Mirzə Yəhya danışanda nə deyir? Qoşun və ali dərəcəli qulluqçuların məvacibi, yəni əmək haqqı pulu Qiblə-i aləmin fərmanına, yəni şahın, Qiblə-i aləm deyəndə burada şahı nəzərdə tuturlar. Fərmanına, belə deyək də, əmrinə, qərarına və onun imzasına əsasən vilayətlərin mədaxilindən verildiyini qeyd edir. Yəni, qoşun və ali dərəcəli qulluqçuların pulu, əmək haqqı şahın fərmanı və onun imzasına əsasən verilməlidir. O, dövlət büdcəsində nəqd pul çatışmadığı üçün tökdüyü tədbirdən danışır. Dövlət büdcəsində nəqd pul çatışmır və görək Müstəfi Mirzə Yəhya nə eləyir? Məvacib fərmanlarını imza edib, baxın bu hissəni oxuyuram. Məvacib fərmanlarını imza edib vilayətlərə göndərməzdən əvvəl məvacibin kəsilməsi dövləti gözdən sala bilərdi. Hər bir vilayət hakiminə gizli məktub göndərir ki, onun tərəfindən ayrıca məktub yazılmamış məvacib verilməsin. Yəni, Mirzə Yəhya dövlət vilayətlər hakiminə belə bir məktub yazır, göndərir ki, əslində deyir ki, məvacibin kəsilməsi dövləti gözdən sala bilərdi. Yəni, güya ki, dövlət hələ də pulu, əmək haqqını, məvacibi verməyə davam edir. Amma xəzinə boşalmışdı axı, pul verə bilmirdilər. Bunlara da sərf eləyirdi ki, pul verilməsin. Ona görə məvacib fərmanları imza edib vilayətləri göndərilirdi. Yəni ki, hər kəsin əmək haqqı burada göstərdi, baxı, kimlərin qoşunu və ali dərəcəli qulluqçuların məvacibi Şah Abbasın əmrinə əsasən verilirdi. Həmin o əmri, o fərmanı olduğu kimi saxlayırlar. Bunu Mirzə Yəhya belə deyir ki, xəzinə boşalmışdı.
Amma qoşunun ali dərəcəli qulluqçuların məvacibinin fərmanı imzalanırdı, göndərilirdi vilayətlərə. Amma özü də əlavə bir gizli məktub yazıb göndərir ki, mənim başqa bir ayrıca məktubum yazılmasa, o pullar verilməsin. Nəyə görə belə eləyirdi? Burada özü də qeyd eləyir ki, əgər məvacibin verilməsi, daha doğrusu verilməməsi də, yəni kəsilməsi olsaydı, belə bir məsələ olsaydı, bu dövləti gözdən sala bilərdi. Yəni yəqin ki, aydın oldu. Şah Abbasın və yaxud da indi şah hər kimdirsə, onun fərmanı göndərilir ki, yəni pul verilməlidir. Amma Mirzə Yəhya ayrıca bir məktubda göndərilir ki, mənim özümün xüsusi əmrim olunmasa, ayrıca məktub yazılmasa, məvacib verilməsin. Bu tədbirdən sonra dövlət xəzinəsində mədaxil artmışdı. Pullar verilmirdi axı. Məvacibsiz qalan qoşun əhli və mənsəb sahibləri sülh və asayiş zamanı səbəbilə İranın ucuzluğuna görə məvacibə çox ehtiyac duymayıblar. Yəni onlara onsuz da güya İranda o qədər ucuzluğuymuş ki, onlara məvacib ehtiyac olmayıb. Demək, bunun da tədbiri bu formadadır ki, amma yenə o da deyir ki, mən bunları eləmişəm, amma deyir, mənim zehnim bu məharəti göstərib, lakin ulduzların təsirini rədd eləmək üçün doğrusu heç bir çarəyə ağlım çatmır. Bunu da Müstəfi Mirzə Yəhya deyir, yəni Maliyyə naziri. Daha sonra növbə gəlib çatır Mollabaşıya. Mollabaşı görək nə deyir. Mollabaşı nitqində deyir ki, bu qüdrətli dövlətin davam etməsi üçün bu dua edənin böyük və uca olan Səfəviyyə nəslinə səmimiyyət və sədaqəti tərifə sığmaz. Yəni başlayır bu formada, yenə o da Şah Abbasa yaltaqlanmağa və bunu da qeyd eləyək ki, Mollabaşı özünü tavadakı balığa bənzədir. Yəni bildirir ki, deyir bu halda ki, Qiblə-i aləmin vücudu ulduzların təsirindən qorxu altındadır. Mənim ürəyim tavadakı balıq kimi büryan olur. Baxın, bu hissədə özünü tavadakı balıqla müqayisə edir. Deməli, özünü sədaqətli it, qoca it adlandıran kim idi? Sərdar Zamanxan. Özünü balıqla müqayisə edən kim idi? Yəni balığa belə deyək, bənzədən kim idi? Mollabaşı Axund Səməd idi. Burada da göstərilir ki, Axund Səməd əslində Münəccim başının özü bu işin çarəsini bildiyini, onun Qiblə-i aləmə xəyanət etdiyini söyləyir. Nəyə görə? Çünki kitabda özündə də, əsərin özündə də göstərilir ki, Mollabaşının Münəccim başı ilə köhnə bir ədavəti var idi və bu əhvalatda Mollabaşı üçün çox yaxşı bir vasitə görünürdü. Çünki fikirləşirdi ki, onun və başqa münəccimlərin atalarının gorunu yandırar elə bu hadisə ilə və fikirləşirdi ki, hər halda həmən uğursuz xəbərə görə şahın Münəccim başından da zəhləsi gedir. Və ona görə bu formada deyir ki, Münəccim başı zəhəri göstərib, zəhərin təsirini yox edən dərmanı göstərməməkdə günahlandırır. Yəni Axund Səməd bunu belə deyir ki, şah da artıq Münəccim başa onsuz da ondan zəhləsi gedir bu xəbərə görə, daha da qıcıqlansın, daha da əsəbləşsin. Və Axund Səməd Münəccim başının bu hadisənin dəfi üçün bir tədbir görməyəcəyi təqdirdə boynunun vurulmasını təklif edir. Əvvəldə də qeyd elədim ki, buna səbəb onların arasında olan köhnə bir ədavət idi və ona görə də bu fürsətdən yararlanmaq istəyirdi. Və Xacə Mübarək Münəccim başına xəbər verdikdən 1 saat sonra o şahın hüzurunda olur. Şah onu, burada Axund Səməd deyir, Münəccim başı deyir ki, bunu deyib, zəhəri deyib, zəhərin belə deyək də təsirini gizlədib o bu. Şah Abbasın da ağlına batır ki, hə, demək ki, bu bunu qəsdən eləyir. Ona görə Xacə Mübarəkə deyir ki, getsin onu çağırsınlar Münəccim başına. Xacə Mübarək Münəccim başa xəbər verdikdən 1 saat sonra, baxın yenə dərhal yox, 5 dəqiqə, 10 dəqiqə, 1 saat sonra. Orada arada bir müəyyən bir vaxt keçir. Əvvəlində də qeyd edir deyə, məsələn, 1 dəqiqə sükutdan sonra əyanlar başladılar, Mirzə Möhsün başladı danışmağa. Daha sonra onun əvvəlində Şah Abbas yarım saat fikrə getdi, sonra əyanları çağırdı. Bax, burada da həmçinin Xacə başı, daha doğrusu Xacə Mübarək Münəccim başına xəbər verir. Verdikdən 1 saat sonra o şahın hüzurunda olur. Şah onu əlacı gizlətməkdə günahlandırıb cəlladı çağırır. Nəyə görə? Çünki artıq Axund Səmədin dedikləri onun ağlına batmışdı. Cəllad əlində ip, belində xəncər içəri daxil olur. Münəccim başını it adlandıran şah onun boynunun vurulmasını əmr edir. Və burada artıq araya kim girir? Qılınc əhli olmasına baxmayaraq, qəlbi yumşaq adam olan Sərdar Zamanxanın Münəccim başı rəhmi gəlir və deyir, bu itin boynu vurulandan sonra, baxın bu hissə. Bu itin boynu vurulandan sonra hadisənin ortadan qaldırılması üçün kimdən əlac soruşacaq? Əslində Sərdar Zamanxan göstərilir ki, bir hərb naziri idi, amma buna baxmayaraq yenə də o rəhimli, ürəyi yumşaq biri idi və yazğı gəlir, belə bir fikir deyir ki, bu itin boynu vurulandan sonra hadisənin ortadan qaldırılması üçün kimdən əlac soruşacaq? Bu hissəni də hansı əsərlə müqayisə edə bilərik? Dərzi şagirdi Əhməd nağlında Allahverdi xanın nitqi ilə analogiya yaratmaq olar. Necə ki, orada da Şah Əhmədin boynunu vurdurmaq istəyəndə Allahverdi xan mane olur ki, əgər sən onun boynunu vurdursan, biz yuxunu hardan öyrənəcəyik? Burada da həmin eyni məsələdir ki, deyir, sən onun boynunu vurdursan, biz əlacı hardan öyrənəcəyik? Və Sərdar Zamanxan deyir ki, bu onun nitqidir, o saqqalındakı ağ tüklərin hörmətinə Münəccim başının ölümündən keçilməsini xahiş edir. Hadisədən xilas üçün ondan tədbir istəmək, əgər tədbir tökməzsə, o zaman öldürülməyi təklif edir.
Şah Abbas da yenə Sərdar Zamanxanla bu dəfə razılaşır və münəccim başından tədbir istəyir. Yəni deyir, bu məsələni demirsən, tədbirini də qıl. Əslində heç bir tədbir ağlına gəlməyən münəccim başı 1 saat möhlət istəyir ki, gedib Zici Uluğbəyə baxsın. Zici Uluğbəy də nə idi? Astronomiya kitabı idi və yəni orada yazılmamışdı da Şah Abbasa hansı tədbir görürsün. Sadəcə o astronomiya kitabından baxıb güya tədbir qılacaqdı. Baxın, bu hissə çox önəmlidir. Bu hissə bir daha nəzər yetirək. Əslində münəccim başının bu haqqda heç bir fikri yox idi. Yəni o bilmirdi ki, nə eləməlidir. Nə eləsin ki, canını qurtarsın. Sadəcə özünə vaxt qazanır. Vaxt qazanmaq üçün deyir, əslində ağlına heç bir tədbir gəlmir, amma 1 saat möhlət istəyir Şah Abbasdan ki, gedib Zici Uluğbəyə baxsın. Və bu möhləti istəyəndə şah da icazə verir, amma münəccim başı çıxmamış. Hələ Xacəm Barı yenə içəri girir və Mövlana Cəmaləddin gəldiyini xəbər verir. Mövlana Cəmaləddin kim idi? Ümumiyyətlə burada Mövlana Cəmaləddin belə deyək də əvvəl sarayda işləyən qoca münəccim idi. O artıq yaşı tamam olmuşdu deyə saraydan getmişdi. Yəni ona hansısa cəzanı vermişdilər, saraydan uzaqlaşmışdı ya da saraydan qovulmuşdu və sair belə fikirlər doğru deyil. Sadəcə onun yaşı tamam olmuşdu deyə, qocalmışdı deyə getmişdi. Münəccim başı çıxmamış Xacəm Barə Mövlana Cəmaləddin gəldiyini xəbər verir. O köhnə münəccim başıdır. Qocalıq səbəbilə Şah sarayından ayrılıb. Baxın dediyimiz sizə. Qovmamışdılar, nəsə olmamışdı. Sadəcə qocalıq səbəbi ilə Şah sarayından ayrılıb. Buraya gəlməkdə məqsədi ulduzların yaxınlaşmasından doğacaq bədbəxt hadisəni qabaqcadan şaha xəbər etmək və onun aradan qaldırılmasına tədbir tökməkdir. Baxın, əslində elə Cavan münəccim başı dediyi xəbəri gətirmişdi. Sadəcə olaraq bilmirdi ki, artıq Şah Abbas bu məsələdən xəbərdardır. Və nəyə görə bu xəbəri gətirmişdi? Fikirləşirdi ki, cavan münəccim başılar, baxın bu hissə. Mövlana Cəmaləddin bu hadisənin cavan münəccim başlarının gözlərindən qaça biləcəyini düşünürmüş. Ona görə özü gəlib, şaha sədaqətli olduğu üçün özü gəlib xəbər vermək istəmişdi. Daha sonra burada da göstərilir ki, Şah Abbas deyir ki, biz artıq bu xəbəri bilirik. Və deyir ki, Mövlana, biz elə ox üstə söhbət edirik, hadisə bizə məlumdur, siz tədbirinizi söyləyin. Və Mövlana da tədbirli gəlmişdi əslində. Ona görə başlayır tədbirini söyləməyə. Onun tədbiri də bundan ibarət idi ki, gərək, baxın bu hissə Mövlananın tədbiridir. Gərək 15 gün keçənədək, orada əvvəldə göstərilir axı, Novruzdan 15 gün keçənədək artıq bu hadisələr, bu sədəmə şahlıqda kim oturubsa onun başında belə deyək də partlayacaqdı. Bu demək deyil, sırf Şah Abbasın. Şah Abbas düşsəydi, kim yerinə gəlsəydi, bu bəla onu tutacaqdı. Ona görə də Mövlananın tədbiri nə olur? Gərək 15 gün keçənədək Qiblə-i aləm şahlıqdan əl çəkəm, taxt-tac ölümə layiq bir nəfərə təslim ediləm. O günahkar fəlakəti yetişdikdən sonra Qiblə-i aləm yenidən taxt-taca malik ola, yəni 15 gün keçənədək şahlıqdan əl çəksin, şah yerində ölümə layiq kimdirsə o otursun və o fəlakət yerinə yetəndən sonra Qiblə-i aləm, yəni Şah Abbasdan söhbət gedir, yenidən taxt-taca malik ola. Xalqdan heç kəs bu tədbiri bilməyə, yəni bu onların arasında olan gizli sirr idi. Yəni bunu heç kimə deməyəcəkdilər ki, Şah Abbas niyə taxtdan düşür, niyə filan kəs onun yerinə gəlir. Hərəmxana xatunlarının talağı verilər, talaq verdə, yəni onların belə deyək də boşanmasını təmin eləsin. Kəbin kağızları cırıla, sonra onlara təklif oluna, dəxi adi cəmaatdan biri olan Abbas Məhəmmədoğluna kəbin kəsdirək. Çünki artıq o şahlıq taxtından düşəndən sonra şah deyil daxı. Ona görə bu tədbirlər görülür ki, nə idi tədbirlər? Gəlib ümumiləşdirək. 15 gün keçənədək Qiblə-i aləm şahlıqdan əl çəksin, onun yerinə ölmə layiq bir nəfər gəlsin. Daha sonra o günahkar fəlakəti yetişəndən sonra Qiblə-i aləm yenidən yerində otursun. Bu məsələni xalqdan heç kim bilməsin. Eyni zamanda hərəmxanada olan xatunların da talağı oxunsun, kəbin kağızları cırılsın və əgər onlar istəyirlərsə, Abbas Məhəmmədoğluna yenidən kəbinləri kəsdirsin. Yəni adi sıravi cəmaatdan biri olan Abbas Məhəmmədoğlu. Yəni bu artıq bir şah deyil. Bu tədbirləri görür və bu tədbir planını eşidən münəccim başı, yəni o cavan münəccim başdan söhbət gedir. Qorxudan qurtarır, şahın üzünə rəng gəlir, məclis əhli münəccim başına afərin söylür. Deməli, desək ki, məsələn, Mövlana Cəmaləddin tədbirini kimsə bəyənmir, kimsə narazılıq eləyir, belə bir şey yoxdur. Münəccim başı bu qorxudan qurtarır, Şah Abbas özü üzünə rəng gəlir, məclis əhli də münəccim başı afərin söyləyir. Daha sonra görək nə baş verir. Və bundan sonra şah Mollabaşıya, yəni Axund Səmədə müraciət edərək öldürülməsi vacib olan günahkar adam tanıyıb tanımadığını soruşur. Nəyə görə soruşur? Çünki deyir axı, Şah Abbas yerindən düşəndən sonra onun yerinə ölmə layiq kimsə gəlməli idi. Ona görə şah, bax, ümumi məclisdən soruşmur ha. Desə ki, ümumi məclisdən soruşur, vəzirdən, filan kəsdən. Xeyr, Mollabaşı Axund Səməddən ona müraciət edir ki, öldürülməsi vacib olan günahkar adam tanıyırsan yoxsa tanımırsan. Mollabaşı isə Yusif Sərrac haqqında başlayır danışmağa, onu nişan verir. Görək Mollabaşının təqdimatında Yusif Sərrac necə biri idi. Biz çünki əvvəlcə Yusif Sərracı elə Mollabaşının təqdimatında görürük. Baxın, bu təhkiyyəçinin, yəni müəllifin nitqi deyil ha. Bu Mollabaşının Yusif Sərrac haqqında olan nitqidir. Qəzvin şəhərində olan yaramaz, yəni Yusif Sərrac haqqında deyir Mollabaşı. Bütün yer üzündə onun qədər günahkar və ölmə layiq adam yoxdur. Harda tərbiyə almağı
məlum deyil. Mollabaşı, yenə deyirəm, Yusif Sərrac haqqında deyil. İşi peşəsi məlum olmayan, oğru quldurdan özünə mürid cəm edib, möhtərəm ruhanilərin və parlaq şəriət xadimlərinin zərərinə danışır, ruhaniləri avam hesab edir, onun əqidəsincə dini hökmləri yerinə yetirmək lazım deyil, xüms və imammalı verməyi doğru hesab etmir, ali və yüksək dövlətə zidd mübahisələr edir, kəndxudadan tutmuş padşaha dək bütün mənsəb sahiblərini zülmkar adlandırır. Eyni zamanda quldur hesab eləyir. Yəni Axund Səməd, Mollabaşı Axund Səməd Yusif Sərrac haqqında bunları deyir. Yəni haqqında nə mənfi belə deyək də fikri varsa, hamısını deyir. Və məclis əhli də onun dediklərini təsdiq edib, Yusuf Sərracı göyün bəlasına, yəni göyün bəlasına deyir, ulduzlardan gələcəkdir axı bu bəla. Layiq görürlər. Şah da bu fikirləri eşidir və təbii ki, o qədər mənfi fikir demişdi ki, Şah Abbas da buna razılıq verir və tədbirin sabah, baxın bu hissə də önəmlidir, sabah icra olunacağını bildirir. Desə ki, Mövlana Cəmaləddin gəldi, Axund Səməd bunları dedi, dərhal tədbir yerinə yetirildi, xeyr, sabah tədbirin icra olunacağı bildirilir. İndi görək, ümumiyyətlə Yusif Sərracın təhkiyəçi tərəfindən təqdimatı necə idi? Təhkiyəçi yəni müəllif Yusif Sərrac haqqında nə düşünürdü? Yusuf Sərrac mömin və dindar Qəzvin kəndlisi Kərbəlayi Səlimin oğludur. Baxın, Məşədi desə, nə bilim, Hacı desə, xeyr, bizə kitabda bu formada verib Kərbəlayi Səlimin oğludur. Oğlunun molla olub ruhanilər təbəqəsinə daxil olmasını arzu edən ata onu Qəzvin şəhərində məktəbə qoyur. Deməli, Kərbəlayi Səlim oğlunun molla olmasını istəyirdi. Ona görə onun ruhanilər təbəqəsinə daxil olmasını istədiyi üçün onu Qəzvin şəhərində məktəbə qoyur. Deməli, Yusif Sərracın ilk təhsili harda olur? Qəzvin şəhərində adi bir məktəbdə. Daha sonra hədd buluğa çatıb gənclik yaşına çatandan sonra Yusif Sərrac təhsil almaq üçün İsfahana gedir. Deməli, ilk məktəb təhsilini harda aldı? Ən birinci Qəzvində. Həddi buluğa, yəni gənclik yaşına çatandan sonra təhsil almaq üçün hara getdi? İsfahana. Ruhanilərin saxtakarlığını görüb o zümrəyə daxil olmaq istəmir. Əslində atası istəyir axı o ruhani təbəqəsinə daxil olsun. Ona görə onu Qəzvin şəhərində məktəbə qoyur. Daha sonra o gənc yaşına çatanda İsfahana gedir. Amma ruhanilərin saxtakarlığını görüb həmin ruhani zümrəsinə daxil olmaq istəmir və Kərbaladan qayıdıb Həmədana gəlir. Düzdür, bax desək ki, Həmədandan Kərbala gəlir, xeyr. Kərbaladan Həmədana. Baxın, əvvəlcə Qəzvində adi bir məktəbdə oxudu. Daha sonra gənclik yaşında İsfahana getdi. Ruhani zümrəsinə daxil olmasın deyə Kərbaladan qayıdıb Həmədana gəlir. Həmədanda usta Xəlilin yanında 40 yaşında ikən bir il ərzində sərraclıq sənətinə yiyələnir və yenidən Qəzvinə qayıdır. Yəqin ki, bu hissə aydındır. Qəzvində adi bir məktəbdə oxuyur, gənclik yaşında İsfahana gedir, ruhani zümrəsinə daxil olmasın deyə Kərbaladan Həmədana qayıdır. Həmədanda isə usta Xəlilin yanında 40 yaşında, yəni Yusuf Sərracın 40 yaşında, 40 yaşı olarkən bir il ərzində sərraclıq sənətinə yiyələnir və yenidən Qəzvinə qayıdır. Qəzvində paytaxt şəhər olduğu üçün orada onun sənətinə daha yaxşı qiymət verilirdi. Qəzvinə gələndən sonra evlənir, dükan açır, öz qazancı ilə özünü, ailəsini saxlamağa məşğul olur və s. Burada da onun haqqında bu hissələr var. Daha sonra əsərdə göstərilir ki, saf ürəkli və xeyirxah adam olduğundan ruhanilərin və mənsəb sahiblərinin pis hərəkətləri onun xətrinə toxunur və onları tənqid və töhmət edir. Biz yuxarıda Axund Səmədin nitqində görürük, yaxud Yusuf Sərrac haqqında danışanda deyir ki, o ümumiyyətlə belə deyək də, onu müxalif adam kimi göstərir və onun müxalif olmasına əslində səbəb nə idi? Göstərir ki, Yusuf Sərrac saf ürəkli və xeyirxah adam idi. Ona görə ruhanilərin və mənsəb sahiblərinin pis hərəkətləri onun qəlbinə dəyir. Ona görə onları tənqid eləyir, töhmət eləyir. Ətrafına sadiq və xeyirxah dostlar toplayır, amma Axund Səməd necə deyirdi? Deyir, ətrafına özü kimi insanları toplayıb, müridlər yaradıb, belə deyək də, dövlətə qarşı çıxır. Lakin nəhayət bədbəxtliyinə bais olur. Niyə belə deyirlər? Bədbəxtliyinə bais olur, çünki ulduzların bəlası onu tutacaqdı axı o mənada. Yuxarıda da deyirik, Şah Abbas deyir, sabahsı gün bu tədbir yerinə yetiriləcək. Sabahsı gün olur, şahın göstərişi ilə, baxın, günortaya 2 saat qalmış. Saatına qədər bizə göstərib. Hər kəs şahın sarayında hazır olur. Şah başında tac, əlində cəvahir nişan topuz, qolunda cəvahir bazubəndlər, belində kəmər və qiymətli daşlarla bəzədilmiş qılıncla daxil olur və sözə başlayır. Bu hissə yenə də yadımızda saxlasaq daha yaxşı olar. Testə düşərmi, düşməzmi? Bilmirik, ona görə yadımızda saxlayaq. Başında tac, əlində cəvahir nişan topuz, qolunda cəvahir bazubəndlər, belində kəmər və qiymətli daşlarla bəzədilmiş qılıncla daxil olur. Yəni belə deyək də, şah kimi daxil olur. Və başlayır sözə. 7 ildir ki, əvvəlində də deyir, axı şah bu məsələlər olanda 22 yaşındaydı və 7 il idi ki, şahlıq edir. Deməli 15 yaşından bəri. 7 ildir ki, müqəddəs Allahın köməyi ilə sizə padşahlıq edirəm. İmkanım olan qədər hər birinizə nəvaziş və mərhəmət göstərmişəm. Sizdən də çox xoşnudam. Yəni burada Şah Abbasın nitqində nəyə görürük? Özü də xalqından deməyək,
əyanlarından xoşnut olduğunu. Bir para səbəblərə görə mən səltənətdən əl çəkib, taxt tacı bu rütbəyə məndən layiq və münasib olan kəsə həvalə etməyə məcburam. Haman şəxsi Mollabaşı Sərdar Zamanxan, yəni Mollabaşı Axundsəməd, Sərdar Zamanxan və vəzir Müstəfi Mövlan Cəmaləddin və Münəccimbaşı sizlərə göstərəcəkdir. Gərək hamınız gedib təntənə və cəlal ilə onu gətirib bu taxtın üstünə otuzdurasınız və özünüzə şah biləsiniz. Vay o kimsənin halına ki, o şəxsin itaətində qüsur göstərə. Nəyə görə bunu belə dönə-dönə tapşırır? Mövlana Cəmaləddin demişlər axı, xalqdan heç kim, yəni ümumiyyətlə heç kim bu hadisədən xəbərdar olmalı deyil. Yəni bu hadisə elə baş verməlidir ki, hər şey normaldır. Şah Abbas özü güya öz taxtından əl çəkir. O gələcək şah kimdirsə, onun belə deyək də hamı əmrinə itaət eləməlidir. Ona görə bu formada deyir. Şah bu sözləri deyib, tacını taxtın üstünə qoyur, paltarlarını soyunur, qılınc və kəmərini açır, bir köhnə paltar əyninə geyinir və xalqla xudafisləşib hərəmxanaya gedir. Bunları xalqa deyirdi. Artıq şahlıq paltarlarını soyundu, adi köhnə bir paltar geyindi və hərəmxanaya gəldi. Hərəmxanaya niyə gəlirdi? Orada deyir axı, xanımların da talağı oxunub, kəbin kağızları cırılmalıdır. Orada olan arvadlarına artıq İran padşahı olmadığını, imarətsiz və dövlətsiz bir fəqir olduğunu bildirir. Abbas Məhəmmədoğlu onların hamısının talağını verəcəyini söylüyor. Yəni hamısını artıq boşayacaqdı. Molla Rəsul boşanma siğələrini oxuyur. Deməli, boşanma siğələrini oxuyan kim idi? Molla Rəsul idi. Digər mollanın, nə bilim, Axundsəməd desə, Molla Ramazan desə, xeyr. Molla Rəsul. Baxın, Molla Rəsul boşanma siğələrini oxuyur. Xacə Mübarək isə kəbin kağızlarını cırır. Molla Rəsul boşanma siğəsini oxudu. Xacə Mübarək kəbin kağızını cırdı. Şah Abbasın gözəl qadınlarına ikinci müraciətində fəqirliyə razı olanların onunla yenidən nikaha girə biləcəyini söylüyor. Razılıqları olmadan, baxın bu hissə. Razılıqları olmadan şahın hərəmxanasına gətirilən iki gözəldən başqa, əsərdə onların nitqi də var. Onların nitqində də belə deyir ki, biz şaha arvad olmuşduq, öz bəxtimizdən, öz dərəcəmizdən çox xoşhal idik. Yəni şahın həyat yoldaşı olduğumuz üçün. İndi ki bu bəxtəvərlikdən məhrum olduq, Abbas Məhəmmədoğluna ərə getməyi qəbul eləmirik və bu nitqi deyən kimi həmin saat bu iki nəfər belə deyək də azad edilir. Yəni zorla təzədən Abbas Məhəmmədoğluna onların belə deyək də kəbinləri oxunmur və onlar da bunu deyəndə əslində çox utancaqlıqla, ahəstə bir səslə deyirdilər. Və həmin o iki nəfəri azad eləyirlər. Qalan hər kəs şaha yenidən arvad olmağa razı olur. Nikahlar yenidən Abbas Məhəmmədoğluna oxunandan sonra Xacə Mübarək onları Qəzvinin 6-cı küçəsinin başındakı evə necə aparır? Piyada aparır. Desə atla, faytonla, nə bilim, dəvəylə, xeyr, piyada gedirlər. Çünki artıq kasıb idi, onun heç nə yox idi. Abbas Məhəmmədoğlu hərəmxanadan çıxandan sonra gözə görünməz olur. Artıq bu hissədən hələ ki sonra Şah Abbas haqqında məlumatımız olmur. Bir də axırda yenidən olacaq. Daha sonra Yusif Sərracın dükanı Şah Məscidi meydanının şərq tərəfində yerləşirdi. Günortadan 2 saat keçmiş, günorta namazından sonra. Yusif Sərrac əlində cilov tikdiyi zaman meydanın qərb tərəfindən bulud kimi toz qalxır. Mollabaşı, yəni Axundsəməd, Sərdar Zamanxan, Vəzir Müstəfi, Mövlan Cəmaləddin, Münəccimbaşı, möhtərəm ruhanilər, əzəmətli seyidlər, mənsəb sahibləri, bir dəstə piyada və bir dəstə atlı cəhcəlalına gəlir. Mollabaşı və Sərdar Zamanxan Yusif Sərraca baş əyib salam verirlər. Yusuf Sərrac da təəccüblənir təbii ki. Təəccüb içində təzim eləyir. Ən birinci Mollabaşı sözə başlayır və usta Yusifin bugündən padşah olduğunu ona söyləyir. İran şahının taxtının boş qaldığını bildirərək onu şahın taxtına çıxmağa dəvət edir. Ən birinci dedik ki, kim sözə başlayır? Mollabaşı. Mollabaşı deyir ki, baxın bu nitq Mollabaşının nitqidir. Qəzanın təqdirindən usta Yusif. Bugün sən bizim padşahımızsan. İran səltənət taxtında bu saatda Şah Abbasın yeri boşdur. Bizləri sərəfraz, xoşbəxt eləyin. Şah sarayına buyurun ki, şahın taxta çıxması vaqe olsun. Bu Mollabaşının nitqidir. Birinci Mollabaşı danışır. Təbii ki, Yusif Sərrac heyrətə düşür, heç bilmir ki, bu nə əhvalatdır və s. Və Mollabaşı da deyir ki, belə deyək də, ona sataşmasınlar və daha sonra Sərdar Zamanxan nitqinə başlayır ki, usta Yusif, bugün tamam İran torpağında sənin şahlığın qəbul edilmişdir. Mollabaşının sözünə əsasən şah sarayına buyurun ki, şahın taxta çıxmağı vaqe olsun. Bunu da Sərdar Zamanxan deyir. Yəni birinci Mollabaşı danışır. Deyir ki, bizi sərəfraz elə, xoşbəxt elə, şah sarayına buyur ki, şahın taxta çıxması vaqe olsun. Daha sonra Sərdar Zamanxan da deyir ki, İran torpağında sənin şahlığın qəbul olunub və belə deyək də Mollabaşının sözlərini təsdiqləyir. Və bu məsələ Yusif Sərraca təbii ki, təəccüblü gəlir. Olduqca qəribə olan bu hadisəyə Yusif Sərrac inana bilmir. Mollabaşıya ya dəli olduğunu, ya da tiryək atdığını bildirir. Mən bir fəqir babayam, mən hara, taxta çara. Acizanə təvəqqə edirəm ki, mənə sataşmayasınız.
Sərdar Zamanxan söhbətə müdaxilə edərək Yusif Sərracı İran torpağında şahlığının qəbul edildiyini söylüyor. Yusif Sərracı ata mindirib saraya aparırlar. Qəzvin əhalisi kişili, arvadlı, kiçikli, böyüklü pəncərələrə və dam üstünə çıxıb tamaşa edirlər. Bu epizod Səsli Qız əsərini xatırladır. Nəyə görə? Səsli Qız əsərində də görürük ki, Qalib Şah gələndə orada insanlar hasarlardan filan boylanıb şahı belə maraqla baxırdılar. Bu gələn kimdir? Burada da həmçinin dam üstünə çıxıb tamaşa edirdilər Yusif Sərracın gəldiyinə. Mollabaşı və Sərdar Zamanxan Yusif Sərracın qolundan yapışıb onu səltanət taxtına oturdurlar. Hamı çıxandan sonra şahla Xacə Mübarək və başqa bir xacə, xidmətçi başı Əzim bəy və bir neçə xidmətçi, bayırda isə fərraşlar qalırlar. Burada Yusif Sərrac artıq Xacə Mübarəkdən hadisənin gedişatını soruşacaq. Çünki Xacə Mübarək çox saf və sadiq adam idi. Ona görə Xacə Mübarək hadisənin əvvəldən sona dək Yusif Şaha nağıl edir. Yəni belə deyək də söhbətə yalan qatmadan hadisənin necə olduğunu deyir. Ulduzlardan heç bir qorxusu olmayan Yeni Şah Fərraşbaşı Əsəd bəyi Fərraşbaşı sarayda olan vəzifələrdən biri idi. Hüzurunu çağıraraq baxın, Fərraşbaşı kim idi? Əsəd bəy. Bu hadisəni danışdı. Danışan kimi Yusif Sərracın heç bir qorxusu yox idi axı ulduzlardan. Ona görə Əsəd bəyi çağırır və 12 fərraşı da özü ilə götürüb Mollabaşını, Sərdar Zamanxanı, Vəzir Mirzə Möhsünü, Müstəfi Mirzə Yahyanı, Münəccim Başı Sədrəddini və Mövlan Cəmaləddini tutub Ərk zindanına. Zindan adında bilək, Ərk zindanına salmağı və buyruğun nəticəsini ona söyləməyi tapşırır. Yusif Şah deməli gəldi, oturdu şahlıq taxtında. Ən birinci neylər? Xacə Mübarəkdən hadisənin gedişatını soruşdu. O da ona danışdı və Yusuf Şah da ulduzlardan qorxmurdu, axı onun belə bir inancı yox idi. Ona görə dərhal Fərraşbaşı Əsəd bəy çağırır və 12 fərraşı da deyir özünlə götür, filan kəsləri Ərk zindanına sal və buyruğun nəticəsini mənə bildir. Yusif Şah növbəti addım olaraq sarayla tanış olmağa başlayır. Bax, desə ki, ən birinci gələn kimi sarayla tanış olur, gedir, zinət otaqlarını axtarır filan. Xeyr, ən birinci bunu eləmir. Ən birinci nə eləyir? Onları zindana salmağa əmr verir. Daha sonra sarayla tanış olmağa başlayır. Zinət otaqlarına daxil olur. Daxil olandan sonra burada onun övladları haqqında məlumat verir ki, Yeni Şahın, yəni Yusif Şahın 3 qızı, qızlarının yaşına verilib 14, 12, 8 yaşlarında və 2 oğlu. Oğullarının da 6 və 4 yaşı var idi. Deməli, onun 3 qızı, 2 oğlu, yəni 5 övladı var idi. Qızların 8, 12, 14, oğlanların isə 4-6 yaşları var idi. Qızlarının hər birinə bir gül, bir cüt sırğa, bir üzük, bir boyunbağı, bir dəst paltar və bir riyazi şal. Həyat yoldaşına isə bir dəst paltar və bir riyazi şal ayırır. Hədiyyələri aparmağı Xacə Mübarəkə tapşırır. O, 2 nəfər xidmətçi ilə gedir. Evinin ünvanı söylüyor, Qəzvinin 2-ci küçəsi. Həyat yoldaşına xəbər göndərir ki, narahat olmasın və oğlanlarını hüzura çağırsın. Deməli, desək ki, bütün övladlarını da, həyat yoldaşını da hüzuruna çağırır, xeyr. Sadəcə oğlanlarını hüzuruna çağırtırır. Bu, bunun şahlığının 1-ci günüydü. Şahlığın 2-ci günündə görək nə baş verir. Yusif Şah öz dostları Molla Ramazan, Qurban bəy, Mirzə Cəlil və Mirzə Zəkini çağırtdırır. Baxın, əsərdə bu adamların adı keçsə də onların nitqinə ümumiyyətlə yer verilmir. Molla Ramazandır, Qurban bəydir, Mirzə Cəlildir və Mirzə Zəkidir. O dostlarına möhkəm inandığı üçün onları boşalmış o vəzifələri təyin edir. Amma həmin o dostların heç bir nitqi yox idi. Görək kim kimin yerini tutur. Molla Ramazan olur Mollabaşı. Əvvəl Mollabaşı kim idi? Axund Səməd. Axund Səmədin yerinə kim gəlir? Molla Ramazan. Amma o kəbin kağızlarını cıranla, daha doğrusu talağı oxuyanla səhv salmayaq, talağı oxuyan Molla Rəsul idi. Axund Səməd əvvəlki Mollabaşı idi. İndi onun yerinə gəldi Molla Ramazan. Daha sonra əvvəlki sərdar kim idi? Əvvəlki sərdarımız Sərdar Zamanxan idi. Onun yerinə kim gəlir? Qurban bəy. Deməli, Zamanxanın yerinə gəlir Qurban bəy. Daha sonra Mirzə Cəlil gəlir. Əvvəlki Mirzə kim idi? Mirzə Möhsün. Mirzə Möhsünün yerinə gəlir Mirzə Cəlil. Mirzə Zəki, daha doğrusu, onun da əvvəlki belə deyək də, yerində olan Mirzə Yəhya idi. Onun da yerinə gəlir Mirzə Zəki. Baxın, bu hissə bizə çox lazımdır. Çünki düşə bilir. Yəni testlərdə düşür kim kimin yerinə gəldi. Yenə deyirəm, bunların adı verilsə də əsərdə onların heç bir nitqi yoxdur. Yusif Sərrac münəccimlik vəzifəsini tamamilə ləğv etdirir. Hansı vəzifəni ləğv etdirdi? Münəccimliyi tamamilə ləğv etdirir. Çünki bu vəzifənin dövlətə ancaq zərəri var idi. Heç bir xeyri falan yox idi. Bundan başqa indi gələk Yusuf Sərracın dövlət idarəçiliyində hansı dəyişiklikləri etməsinə. Vilayət hakimlərinə elanamə və təkidli hökm göndərilsin. Bugündən sonra şərafətli şəriətin icazəsi olmadan bir müsəlman bir şey almaq məqsədilə sıxışdırmağa heç bir cürət göstərilməsin. Kefləri istədikləri kəsib cərimə eləməsinlər. Qətlə yetirməsinlər və ya burun qulağını kəsməsinlər. Hər bir vilayətə inanılmış baxıcılar təyin edilsin ki, gedib xalqın ehtiyacından xəbər tutub gəlib danışsınlar. Yusif Şah həmin baxıcıları qəbul edib dedi:
Vilayət hakimləri Allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar. Yəqin bilsinlər ki, bu növ hərəkət onların özlərinin bədbəxtliyinə və ölümünə səbəb olar. Vergi miqdarı orta miqdara dək azaldılsın. Hər yerdə mollalar təmir olunsun. Mollalar deyirəm, üzr istəyirəm. Hər yerdə yollar təmir olunsun. Lazımi məqamlarda körpülər, karvansaralar tikilsin. Bunlar hamısı Yusif Sərracın elədikləri idi, yəni əmr verdikləri idi. Hər vilayətdə xəstəxanalar, mədrəsələr açılsın, susuz yerlərə su çıxarılsın. Dullara, yetimlərə, şillərə, körlara yardım və himayə göstərilsin. Hər kefi istəyən özünü ruhani sinifinə daxil etməsin. Bu xüsusda mollabaşdan icazə istəsinlər. Mollabaşı, yeni mollabaşımız kim oldu? Baxın, Molla Ramazan. Deməli, kimdən yardım istəyəcəklər? Molla Ramazandan. Ruhani sinifi hər yerdə xalqın ehtiyacına kifayət edəcək miqdardan artıq olmasın. Yəni, hər yerindən duran ruhani olmasın. Xalqın nə qədər ehtiyacı varsa, o qədər olsa kifayətdir. Bütün ruhanilərə dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin edilsin ki, səltənətə möhtac olsunlar, mənsəb sahiblərini şahın xidmətində zülm əhlinə çevirməsinlər. Məhkəmə işləri ruhanilərin əlindən alınıb, mənsəb sahibləri içərisində doğrucul olanlara həvalə edilsin. Məhkəmə işlərinə ruhanilər də belə deyək, müdaxilə edirdilər axı. Ona görə deyir ki, onların əlindən alınsın və mənsəb sahibləri içərisində doğrucul olanlara həvalə edilsin. Millət məhkəmə cəhətdən özlərini ruhaniyə möhtac görməsin. Onlara müraciət etməsin və səltənətdən uzaq düşməsinlər. Dini vergilər hər yerdə sədaqətli adamlardan 4 nəfərə tapşırılsın, vilayətin füqarasına dəftər üzü ilə sərf olunsun və hesabı divana gətirilsin. Həmin bu dini vergilərin hesabı. Və füqaranın bəzisi dini vergilərdən faydalanıb, bəzisi isə məhrum qalmasın. Daha sonra baxın, bu hissə önəmlidir. Xüms və imammalı verilməsin. Deməli, xüms və imammalını tamamilə ləğv elədi. İskəndərnamədə İskəndər dehqan vergisini ləğv eləmişdi, xatırlayırsınızda. Yusif Şah da xüms və imammalını ləğv elədi. Vilayətlərə elannamə göndərilsin ki, bundan sonra bir şəxs şaha, dövlət adamlarının və şah qapısının nökərlərinə peşkəş verməyə, ayağının altına hansısa bir şey salmağa cürət etməsin. Bu əvvəl belə idi axı. Onlara mütləq nəsə qiymətli hədiyyə verilməli idi. Heç kəs peşkəş vasitəsilə hakimiyyət qazanmağa cəhd etməsin. Yəni, rüşvət verilməsin də, uzun sözün qısası. Səltənətin mədaxilinin artması üçün tacirlər, bəzzadələr, xanəndələr, şahzadələr, hətta ruhanilər, seyidlər əmlakın mədaxilindən şəhərlərdə 1/10, kəndlərdə 20% hissə xəzinəyə versinlər. Qoşun xalqının, xidmətçilərinin məvacibi vaxtında verilsin. Orada da yuxarıda deyir axı. Maliyyə naziri Mirzə Yəhya deyirdi ki, şahın əmr və fərmanı ilə məvacib verilirdi, amma deyirdi mən özüm ayrıca bir məktub göndərməsəm o pullar verilməsin. Çünki deyirdi onsuz da İranda ucuzluqdur, heç kimin məvacibə ehtiyacı yoxdur. Amma Yusif Şah nədir? Qoşun xalqının, xidmətçilərin məvacibi vaxtında verilsin deyə bir əmr verdi. Alış-veriş edənlər üçün əmlakın qiymətindən xəzinə üçün tümənə 5 şahı təyin olunsun. Miraxur, Topxana əmri, xəzinədar, Qəzvin bəylərbəyisi, darğa, kəndxudalar vəzifədən çıxarılsın. Yerlərinə şahın tanıdığı münasib adamlar təyin olunsun. İndi səbəbini deyəcək nəyə görə? Kimlər çıxarıldı? Miraxur, Topxana əmri, xəzinədar, Qəzvin bəylərbəyisi, daha sonra darğa və kəndxudalar vəzifədən çıxarsın. Nəyə görə? İndi onlar nə eləyib? Burada bir yazılıb. Miraxur yay fəsli padşahlıq atlarını yaylığa aparıb, bəsləmə bəhanəsi ilə ətraf cəmaata çox əziyyət verir. Onları çapıb dalayır. Ona görə Miraxur vəzifədən getsin. Topxana əmri topçular üçün xəzinədən maaş götürüb heç birinə qəpik də vermir. Topxana əmri topçular üçün pul götürür, xəzinədən onlara pul vermir. Ona görə bu da çıxsın. Miraxur yay fəslində padşah atlarını yaylığa aparır, cəmaata əziyyət verir, o da çıxsın. Xəzinədar padşahlıq pulunun içinə qəlb pul atıb xalqa dağıdır. Xəzinədar da çıxsın. Qəzvin bəylərbəsi xalqdan rüşvət alır, onu da işdən çıxardın. Darğa dövlətlərə kasıbların müqabilində üz görür. Bunu da çıxardırlar. Və kəndxudalar Qəzvinin küçələrini natəmiz saxlayırlar. Ona görə də deyir ki, baxın, onlar çıxarılsın, yerlərinə şahın tanıdığı münasib adamlar təyin olunsunlar. Və əsərin bu hissəsində biz görürük ki, Mollabaşı Axund Səməd zindanda həlak olur. Onun ürəyi partlayır, ölür Ərk qalasında. Çünki dustaqxana məmurundan onun mənsəbinin Molla Ramazana verilməsi xəbərini eşidir. Daha sonra bilikli adamlardan, mahir quyqazanlardan bir müşavirə məclisi düzəldib, Qəzvinə su çıxarmaq üçün danışıq olsun. Tədbir və təkliflər padşaha təqdim edilsin. Bu onun, belə deyək də, elədiyi, gördüyü işlər idi. Yusif Şahın hakimiyyətə gəlməsindən bir həftə keçir. Deməli, o bir həftə hakimiyyətdə qalır. Bu müddətdə xalq hər gün onun xeyirxahlığından və ədalətindən növbənöv əlamətlər görür. Bu dövr İran üçün xoşbəxtlik günləri, şadlıq əyamı idi. Yəni, həmin o bir həftə ərzi. Qəzvin xalqı qala qapılarından asılmış adam şaqqalarını, meydanda cəllatların adam şallaqlamalarını, göz çıxarmalarını görmürlər. Axı, Yusif Şahın dövründə
Daha doğrusu Şah Abbasın dövründə belə idi. Adamlar kəsilirdi, gözləri çıxarılırdı, müxtəlif işgəncələr verilirdi meydanda onlara. Və deyir ki, xalq bunları görmür. Bu hal xalqa qəribə görünür. Onlar əvvəl padşahı rəhimli, yumşaq təbiətli hesab edirlər. Daha sonra isə fikirləşirlər ki, onun bu siyasəti zəif məcazlıqdır, süslükdür. Fikirləşirlər ki, yəni Yusif Şah idarə edə bilmir də xalqı, dövləti. Və Yusif Şahda 100 cür eyib tapırlar. Vəzifədən çıxmış dövlət xadimləri xalqın bu halını fürsət bilib, həmin o dövlət xadimləri var deyə onları Yusif Şah gələn kimi belə deyək də saraydan uzaqlaşdırdı və burada da görünür ki, artıq xalq Yusif Şaha belə ciddi yanaşmır. Və bunları fürsət bilib 3-4 gün ərzində lazımi adamlarla görüşürlər ki, üsyanı təşkil eləsinlər. Daha sonra qərar verilir ki, sübdən padşahlıq sarayını əhatə edib içəri girsinlər və Yusif Şahı taxtdan yerə salıb həlak etsinlər. Sonra özlərinə Səfəviyyə nəslinə yeni padşah seçsinlər. Qərara alınmış gün sübh tezdən, baxın bu hissəyə diqqət edək, çoxlu süvari və piyada silahlı olaraq padşah sarayını əhatəyə alır. Yusif Şah bu haldan xəbərdar olub əmr edir ki, saray qapılarını açmasınlar. Yusif Şahın tərəfdarları da silahlanırlar. Lakin onlar məğlub olur, yəni Yusif Şah tərəfdarları. Və hər kəs bir cür yol tapıb başını bəladan qurtarır. Fitnəkarlar hücum edib Şah sarayının qapılarını sındırır, içəri daxil olub Yusif Şahı axtarırlar, amma tapmırlar. Əsərimizin sonunda göstərilir ki, Yusif Şah itkin düşür. Üsyanın ertəsi günü, yəni üsyan olan gün yox, sabahsı günü üsyan başçıları Ərk qalasına gedib həbsdə olan köhnə məmurları azad edirlər. Kim ki oradaydı, bir dənə Mollabaşı Axundsəməd vəfat etdi, amma qalanları sağ idi. Onları gedib azad edirlər. Daha sonra Şah Abbas gizlənən evə gedib, onu oradan çıxarıb Şah sarayına yetirirlər. Şah Abbas ki, bir evdə gizlənmişdi, onu gedib o evdən çıxarıb gətirirlər. Şah Abbas yenə əvvəlki kimi taxt-tacı malik olur. Sonda müəllif İran əhlinin onları aldatdığını bilmədikləri üçün ulduzların axmaqlığına təəccüb edir. O əsərin sonunda cümlə belə idi ki, vallah bu İngilis tayfası qəribə axmaqdır. Belə xətərli millət ilə az qalmışdı ki, cəng başlayalar. Daha sonra Sərracı ulduzların axmaqlığına təəccüb etdiyini bildirir. Ulduzlar İran xalqına aldanıb biçarə Yusif Sərracı bədbəxt edirlər. 40 il sərasər Şah Abbasın cəlladlığına isə etinasız baxırdılar. Şah Abbasın zülmkarlığının əlaməti nə idi? Bir oğlunu öldürür, ikisinin gözünü çıxarır, başqa oğlu olmadığı üçün nəvəsi ona varis olur. Daha sonra müəllif bildirir ki, ulduzları da qınamaq olmaz. Bu hissə təbii ki, kinayədir. Onların heç vaxt xəyalından keçməzdi ki, İran əhli onları aldadacaq. Yəni, güya İran əhli ulduzları aldadır və təbii ki, bu hissə tamamilə bir kinayədir. Əsər İngilis tayfasının axmaqlığının qınanması ilə bitir. O bayaq oxuduğum cümlə deyir, bu İngilis tayfası qəribə axmaqdır. Belə xətərli millətlə az qalmışdı. Cəng başlayaq. Bu da belə. İndi gələk əsərin təhlil hissəsinə. Burada əsərin ümumi təhlilindən söhbət gedəcək. Əsərin dedik ki, 2 adı var. İkinci adı Hekayət Yusif Şahdır. Əsər 1857-ci ildə yazılıb və bu əsərlə Azərbaycan ədəbiyyat tarixində yeni tipli realist bədii nəsrin, yəni maarifçi realist nəsrin və müasir povest janrının əsası qoyulub. Yəni Aldanmış Kəvakib əsəri Axundzadə yaradıcılığının bizim ədəbiyyatımızda 1857-ci ildə povest janrının əsasını qoydu. Ümumiyyətlə bu əsərin mövzusu, yəni sujeti İran tarixçisi İskəndər bəy Münşinin Tarixi Aləm Ərai Abbasi, yəni dünyanı bəzəyən Abbasın tarixi əsərindən götürülmüşdür. Təbii ki, burada tarixdən olduğu kimi götürməyib də, əsərə müəyyən dəyişiklik edib yazıcı. Şərq despotizminin tənqidini verən povest bədii xüsusiyyətləri, fabulası, süjet və kompozisiyası baxımından yüksək sənət əsəridir. Əsərdə tarixi əhvalat, müasir həyatla mifik təfəkkür real hadisələrlə əlaqələndirilmişdir. Bəzi sözlərin və cümlələrin qəlizliyinə baxmayaraq, povestin aydın təhkiyəsi vardır. Təbii ki, bunun dili bizə sadələşdirilmiş versiyada verilib dərsliyimizdə. Əsərin orijinalı bu qədər, yəni sadə deyil. Əsər başdan başa kinayə üslubunda yazılmışdı. Nəyə görə deyir kinayə üslubunda yazılıb başdan başa? Məsələn, əsərin əvvəlində görürük, əyanlar hamısı yığılır bir yerə, güya öz dırnaqarası qəhrəmanlıqlarından danışır. Burada təbii ki, şair onlara, üzr istəyirəm, yazıcı onlara bir kinayə edir. Əslində onların elədiyi qəhrəmanlıq deyil, axı onların elədiyi anormal hərəkətlərdir, amma öz elədiklərini fəxrlə danışırlar. Həm də bu kinayə ilə əsərin adından başlanılır. Əslində aldanan ulduzlar deyil, İranlıların özləridir. Aldanmış Kəvakib ulduzlar deməkdir axı. Güya İranlılar ulduzları alladır. Yusif Sərracı, Şah Abbası oradan düşürdürlər. Yerinə Yusif Sərracı qoyurlar. Nə pis hadisə var Yusif Sərracın başına gəlir. Güya onlar ulduzları bu formada aldadıblar, amma elə əsərin özünün adı da bir kinayə idi. Povestin fabulası 2 hissəyə bölünür. Yəni hadisələrin gedişatı. Birinci hissə Mirzə Sədrəddinin
Ulduzların Novruzdan 15 gün sonra toqquşacağından, şaha xətər yetirəcəyi barədə Şah Abbasa xəbər verməsi ilə başlayıb, Yusif Sərracın hakimiyyət gətirilməsi ilə tamamlanır. Bax, ora qədər birinci hissədir. İkinci hissə görək hardan başlayacaq. İkinci hissə isə Mollabaşı Axund Səmədin Yusif Sərrac haqqında məlumatı ilə başlayıb, onun taxtdan salınması, itkin düşməsi ilə davam edir və köhnə şahın öz yerinə qayıtması ilə sona çatır. Deməli, əsərin fabulası iki hissəyə bölündü. Birinci hissə Mirzə Sədrəddin gəldi, xəbər verdi və Yusif Sərracın hakimiyyətə gətirilməsinin birinci hissə tamamlandı. İkinci hissə isə Axund Səmədin Yusif Sərrac haqqında məlumatı ilə başlayır və onun taxtdan salınması, itkin düşməsi və s. o hissədə bitir. Povestin məzmunu, bunu bayaq da qeyd elədim, İskəndər bəy Münşinin 1-ci Şah Abbasın hakimiyyətindən bəhs edən Tarixi Aləm Arayı Abbasi, yəni dünyanı bəzəyən Abbasilərin tarixi kitabından götürülmüşdür. Həmin əsərdə şah hakimiyyətdən 3 günlüyünə əl çəkir. Baxın, bizim əsərdə yox o, həmin o adını çəkdiyimiz bu əsərdə. Yəni Tarixi Aləm Aray Abbas əsərində. Həmin əsərdə göstərir ki, şah hakimiyyətin 3 günlüyünə əl çəkir. Yusif Sərrac qurban olaraq çöp atma üsulu ilə seçir. Şah olandan sonra onun evində axtarış aparıb şərab tapırlar və dinsiz biri kimi edam edirlər. Baxın, bu əsərin özündə belədir. Yəni bizim əsərimizdə bu formada deyil. Daha sonra povestin mərkəzində tarixi əhvalat dayansa da, Axundzadə həmin hadisəni öz maarifçi ideallarına uyğunlaşdıraraq müasir bir əsər yaratır. Əsərdə göstərilir ki, povestin ideyası, baxın bu hissə, povestimizin ideyası, Şərq İstibdad Üsul İdarəsinin eybəcərliklərini göstərməklə gələcək nəsillərə zəruri ibrət dərsi verməkdir. Əsərdə yazıçının mənəvi, sosial maarifçi ideyaları öz əksini tapıb, ideyaları daha doğrusu. Əsərin əvvəlində müəllif dövlət adamlarını danışdırmaqla daxili ifşa üsulundan, yəni tipi öz dilindən ifşa eləməkdən istifadə edir. Bu yoldan Şah Abbas rejiminin gülünclüyünü, hakimiyyət adamlarının heç nəyə yaramadıqlarını ifşa edir, tipi öz dilindən danışdıraraq. Yusif Sərracla Şah Abbasın müqayisəsi, onların xarakter, davranış, Yusif Sərracla Şah Abbası müqayisə edir ya, həyata baxışları arasındakı fərqin aşkara çıxarılmasına imkan verir. Şah Abbas surəti povestdə əsas tənqid hədəflərindəndir. O, ölkənin müqəddəratını düşünməyən, əhalinin qayğısına qalmayan, günlərini eş-işrətlə keçirən nadan bir, belə deyək də, şah obrazıdır. Əsərdə yazıçının mənəvi, sosial maarifçi idealları öz əksini tapmışdır. Bu hissəni oxuduq. Şah Abbas hakimiyyəti əldə saxlamaq üçün insanları dar ağacına çəkir, onları şaqqalatdırıb qala qapısından asdırır. Hətta oğlanlardan birini öldürür, bunu əsərin sonunda da görürük, digərinin gözünü çıxartdırır. Onun nadanlığı, iqtidara ləyaqətsizliyi isə ondan bilinir ki, o ölkənin idarə olunmasını bacarıqsız adamlara tapşırmışdı. Ağılsız, bacarıqsız kütü adamların təsiri ilə ölkə, belə deyək də, bərbad bir vəziyyətə düşür. Yusif Sərrac haqqında ümumi danışsaqsə, Yusuf Sərracın əslində bütün belə deyək də, hər birinə islahat keçirdik ki, onu dedik. Əsərdə də ümumi dedikdə isə Yusuf Sərrac xalqın arzu və ideallarının əslində ifadəçisidir. Bir də bunu da qeyd edək ki, məsələn, testdə bizə düşdü ki, əsər ədəbiyyatımızda ilk maarifçi nəsr nümunəsidir. Xeyr, deyil. Əsər ədəbiyyatımızda ilk maarifçi nəsr nümunəsi deyil. Bunu da yadımızda saxlayaq. Daha sonra bir də bu da qeyd oluna bilər ki, əsərdə cəhalət, fırıldaqçılıq gülüş hədəfinə çevrilib. Xeyr, belə bir şey yoxdur. Daha sonra xalq Yusif Şahın ədalətsiz islahatlarını bəyənmir və üsyan qaldırır, fikri yanlışdır. Yusif Şah mükəmməl dini təhsil almışdır. Müəllif bu obrazı yaratmaqla dövlətin idarə olunması barədə mütərəqqi görüşlərini ifadə etmişdir. Vəzifədən çıxarılan məmurlar xalq, belə deyək də, sanki rəhimli paçanın hakimiyyəti altında yaşamaq özünə dərd bildiyini sezir və üsyan xəyalına düşürlər. Çünki onlar Şah Abbasın artıq zülmünə öyrəşmişlər axı. Yusif Şahın elədiyi bu, belə deyək də, müsbət idealları Yusif Şahın mənfisi kimi görürdülər ki, deməli Yusif Şah xalqı idarə eləyə bilmir. Bu belə. Əsərdə 19-cu əsrin 50-ci illərində dövlət, onun idarə olunmasına bağlı qənaətlər əks olunub. Əsərdə tarixi hadisə, müasir həyatla müfiq təfəkkür, real hadisələrlə əlaqələnib. Əsərin sonunda isə bir də əsərdə bəzi obrazlar var idi ki, onu da yenidən qeyd edək. Əsərdə xidmətçibaşı Əzim bəy, Fərraşbaşı Əsəd bəy kimi obrazlar da var və bir də vəzirləri həbs eləyib ərk zindanına aparan kim idi? Əsəd bəy idi, yəni Fərraşbaşı idi. Əsərin sonu Şah Abbasın yenidən hakimiyyətə gəlməsi ilə yekunlaşır və sonda müəllif İngilis tayfasını qınayır. Buna səbəbsə məfhumata inanan belə bir tayfa ilə onların hərb etdiyini düşünməsi idi. Əsərimizin ümumi təhlili bu qədər.